Əziz tamaşaçılarımız, xoş gördük sizin hər birinizi. Biz Göyçaydayıq. Bura Göyçayın Qaraxıdır kəndidir. Qəhrəman bir oğlumuzun anasının ziyarətinə gedirik. Əslində biz səhərdən buradayıq. Göyçayın bir neçə kəndində olmuşuq. Şəhidlərimizin valideynlərini ziyarət etmişik. Bizə dedilər ki, bizim qəhrəman oğlumuz, Şəmistanımız anamızın yeganə, gözünün ağı qarası olan tək bir övladı olub. Və mən o qəhrəman anaların əllərindən öpürəm ki, o analar vətən yolunda evin tək övladını belə qurban verməkdən geri çəkilmədilər. Biz hər dəfə Göyçaya gələndə, Göyçayın qəhrəman oğulları haqqında söhbət edəndə, onların həyat yolu haqqında, döyüş yolu haqqında öyrənmək istəyəndə Eldəniz müəllimə müraciət edirik. Və 5 il öncəni istəyirəm yadımıza salaq. 5 il öncə bütün Azərbaycan vətən müharibəsi günü, həmən gün, o bizim qəhrəmanlıq tariximizin başladığı gün sanki bir yumruq olub ayağa qalxdı. 27 sentyabr başlanılan həmən döyüşlərdə, müharibədə Göyçay rayonlar içində ən çox könüllü və səfərbərlikdə iştirak edən qəhrəman oğullarımız 1500-dən artıq idi. Və onların içində də Əzov Şəmistan evin yeganə tək oğlu idi. Nə bacı, nə qardaş yox idi. Belə deyək, vətən eşqi ilə böyüyən bir evlad olmuşdu. Yəni rəhmətliyi ruhu şad olsun, sağlığında tanıyırdım. Və həmən şəhidimiz də Göyçay rayon Qaraxıdır kəndində böyük bir izdihamla dəfn olunmuşdu. Bu günlərim biz analarla və valideynlərlə, şəhid valideynlərlə birgə Əminə ananın həmişə yanında olduq. Çünki o gözünün ağı qarası yeganə evladını bizim üçün, vətən üçün, ərazi bütövlüyümüz üçün canından keçmişdi. Biz də bir vətəndaş olaraq, bir şəhid evladı olaraq özümüzə borc bilirik ki, o ananı həmişə diqqət və qayğı görsədək. Sizin Spes kanalına da öz təşəkkürümüzü bildiririk ki, daimi yaşadırsınız. Artıq 5-ci ildir ki, bu missiyanı öz üzərimizə götürmüşük ki, şəhidlərimizi biz birlikdə anaq. Bugün yaşayırıqsa, bu torpağın üzərində gəziriksə, biz bunu şəhidlərimizə borcluyuq. Bugünkü gündə də Şəmistanın göstərdiyi sücayətə görə və qəhrəmanlığına görə Cənab Prezidentin sərəncamına əsasən imzalandığına medallarla təklif olunmuşdu və Suqovuşanın azad olunmasında, cəsur döyüşdə və vətən uğrunda medallarla təklif olunubdu. Biz də bacardığımız qədər elə birlikdə olaraq həmən şəhid analarıyla, şəhid ataları ilə, şəhid evlatları ilə istəyirik ki, daimi şəhidlərimiz ziyarət olunsun, onlar unudulmasın. Bizim bir amacımız var, unutmayaq və unutturmayaq. Bu işdə də daim olaraq dövlətimizin dəstəyini biz görürük. Belə deyək, hər zaman bizə qayğı və diqqət göstərirlər. Çox sağ olun, sizə də təşəkkür edirik. Allah sizi var etsin. Əziz tamaşaçılarımız, biz şəhid analarını, şəhid valideynlərini ziyarət edəndə o evlərə tək getmirik. Düzdür Müşfiq müəllim? Biz hər zaman Qarabağ Azərbaycandır komandası olaraq birgə gedirik və bu birgə getdiyimiz ziyarətgahların bir çoxunda siz bizim cənab polkovnik leytenantımızın, şəhidimiz Vidadi Xəlilovun anasını görmüsünüz, Əminə ananı görmüsünüz. Əminə ana bugün yenə bizimlə bərabər Göyçaydadır. Yorulmadan, usanmadan və nə vaxt demişik ki, hansısa rayona gedirik, Əminə ana deyib ki, birinci mən gedirəm ora sizinlə bərabər. Düzdür Əminə ana? Hər dəfə də Müşfiq müəllim zəng eləyir sizə. Çox sağ olun Nuranə xanım. Nə vaxt gedilmək istəsə, mən hazıram. Çünki o uşaqlar heç nədən qorxmayıblar. Şəmistanlarımız, intiqamlarımız, qüdrətlərimiz heç nədən qorxmayıblar, vidadilərimiz. Onun anaları da qorxmazlar. Onlar yağış bilməyiblər, isti bilməyiblər, külək bilməyiblər. Ağır veşlər çiyinlərində bizim hörmətli prezidentimizin dəmir yumruğu altında həmişə qabağa gedib, qalib gəldilər. Yenə deyirəm Spes kanalına öz təşəkkürümü bilirəm. Əməkdaşlarına, Nuranə xanıma, Müşfiq balama, Xəyala, nə deyim, elə bilinən ki, biz bala itirib yandığımız kimi, onlar həmişə bizim yanımızdadır. İndi də biz Şəmistanın evinə ziyarətə gəlmişik. Mən bu yaşımda həmişə hazıram o uşaqlarla getməyə. Kim şəhidləri sayırsa, mən onların anasıyam. Mən onların bacısıyam. Mən təkcə Vidadinin anası deyiləm. Bütün Azərbaycan xalqında olan bütün şəhidlərin anasıyam. Çox sağ olun, gəlişinizə qurban olun mən. Mənim balalarımı
Bizim balalarımızı sayıb gəlmisiniz. Göyçay həmişə çinarları ilə seçilirdi. İndi qəhrəmanları ilə seçilir. Biz fəxr edirik ki, Göyçayın belə qəhrəmanları var. Düzdür, fəxr eləsək də, amma kədərimiz öz yerindədir. Sağalmaz bir yaramız var bizim ürəyimizdə. O da bala yarası. Sizlər onu bizə unutdurursunuz. Nə bilim, yanımızda olursunuz. Ona görə biz həmişə özümüzü deyirik ki, Azərbaycan xalqı gör nə qədər gözəl xalqdır ki, bizi tək qoymurlar. Allah dövlətimizi sağ eləsin. Prezidentimizin canını sağ eləsin. Bizim balalarımıza həmişə qiymət verirlər. Çox sağ olun. Burada mənim dəyərli tamaşaçılarım. Baxın burada, ana əlini ver bura. Ana əlini ver. Şəhid atamız da gəlsin bura. Gəlin, qüdrətimizin atası gəlin. Bax, Azərbaycanımızın birliyi budur. Qoy əlini ana, qoy əlini. Bax, bayrağımız uğrunda canından keçən oğullarımız beləcə birliyimizi yaratmaq istəyirdilər. Ona görə canlarından keçdilər. Həm bizim torpaqlarımızı qaytardılar, işğaldan azad etdilər. Eyni zamanda da heç zaman yaşamadığımız Azərbaycanın birliyini bizə əmanət qoyub getdilər. Bax, bu birliyi gərək qoruyub saxlayaq. Bu birlik sarsılmazdır. Bax, bu birlik Azərbaycan deməkdir, bayrağımız deməkdir. Hə, Müşfiq müəllim? Bu şəhid analarının, şəhid atalarının bu birliyi elə bu demək olar ki, Azərbaycandır. Bəli. Onda Müşfiq müəllim, sizdən xahiş eləyirəm. Biz ananın huzuruna Qarabağ Azərbaycandır deyə getməliyik. Alın mikrofonu zəhmət olmasa. Qarabağ Azərbaycandır. şəhidlər ölməz. Qarabağ Azərbaycandır. Gəldik. Özə tək gəlməmişik. Bəli. Gör nə qədər qonaq gətirmişik. Gələnəkləriniz var olsun, Allah razı olsun. Şəmistан qonaqlarıdır. Bəli, Şəmistanın elə hər zaman qonaqları olur. Şəmistanın adını alıb, sahib qapısını açana hər zaman təşəkkür edirik. Can, Bir Şəmistanın yox, cəmi şəhidlərin. Allah razı hər olsun. birinin məkanını cənnət eləsin, ruhunu şad eləsin. Bütün şəhidlərin qarşısında başı elə. Bugün ayaq üstə durmuşuq, bugün ayaq üstə gəziriksə, bugün bu gözəl havanı uduruqsa, nəfəs alırıqsa, hər şey onların sayəsindədir. Onlar haqlarını bizə halal eləsinlər. Çünki hər şey çətinliklə qazanılıb, hər şey çətinliklə olub. İndi biz buradakı biz nə bilirik ki, onlar hansı zulmla, hansı əziyyətlə o yükseklərə çıxıblar, o yüksekləri əldə eləyiblər. Necə can qoyublar, gecə, gündüz 44 gün. İndi biz 44 gün deyirik də. Bizə 44 il kimi gəldi, Bəli, yox? bizə də 44 il kimi gəldi. Hətta o şəhidlərin özü heç sanki onu hiss eləmədilər ki, bu gündür yoxsa ildir. Çünki onlar vətəni o qədər sevdilər. Onlar vətəni biz analardan üstün tutdular. Çünki hər biri ölümün gözünə dik baxdı. Heç çörüküb geriyə baxmadılar ki, nəsə qoymuşuq. Bizdən geriyə nəsə qalıb. Amma özlərindən geriyə qalan ən böyük bir ad oldu. Ən yüksək, ən zirvədə olan bir ad oldu da şəhidlikdir. Nə deyək? Şəhidliklər mübarək olsun. Ana, heç nə vaxtsa düşünərdiniz ki, Şəmistan gedər, qəhrəmanlıq göstərər, adını qızıl hərflərlə Azərbaycan tarixinə, özü də qələbə tarixinə yazdırar. Valla o Şəmistanın ən böyük arzusu idi. Necə öz arzulayırdı? Ən böyük arzusu idi. O söz yoxdur. O hərbi xidmətdə olanda atəş kəs rejimi var idi. Amma onlar orada nətər demək,
2 dəfə pusuya düşmüşdülər. Bu neçənci il idi? 13-cü ildə. Aha, 2013-cü ildə. 2013-cü ildə o hərbi xidmətdə idi. Bəli. Özdə postu idi, kəşfiyyat postu idi. O qədər deyir. Həmin illərdə də o terrorçu ermənilərin həmlələri var idi, təxribatları var idi. Təxribatı var idi. Deyir, uşaqlara dedim siz yatın. Mən dayanacam da, durmuşam buradayım. Siz biraz dincinizi alın. Söz yox deyir. Gözüm baxırdı, beynim yatmışdı. Hiss edirdim ki, beynim yatıb, ancaq gözüm baxır. Bir də deyir, gördüm ki, gözümün qabağında qırmızı nöqtələr oynadı. Nəsə deyir, hiss eləmədim də hissat. Bir də gördüm, nöqtələr oynayır. Onda dedim ki, heylə, bizim başımızın üstünü alıblar da, bu təxribatda biz düşmüşük. Onda bu silahdan düşən nəymiş? Nişangahda olur da o, nişangahda olur da o qırmızı hədəfi o üstünə tuşlayırlar. Sonra ateş açırlar, həmin o nişangahda olur. Nişangahı görüb. Bəli. Və onu o deyə gördüm. Peki də deyir, uşaqlara dedim ki, uşaqlar, getdi amma dağılışın. Tez dağılışın. Nəsə olsa hamımıza bir yerdə heç nə olmasın da. Gedəndə birimiz gedək. Nəsə deyir, uşaqları biraz səpələdim. Dedim ki, çox dağılın. Həm pərən düşsün. Yəni özümüzü müdafiə edə bilək. Bunlar da hiss elədi ki, bizim bunların gəlişini başa düşdük. Onlar onda deyil, başladılar bizə deyil, ateş açmağa. Ateş açanda uşaqları deyil, bir də dağıtdım. Dağılandan sonra da hər bir tərəfdən pərən-pərəndir də o vayna atır, bu bir yana atır. Onlar biz onlara atırıq. Nəysə deyil, uşaqlardan mən aralı düşdüm. Şalvarım yapışdı ətimə. Yaralanıb, amma deyil, özümü o yerə qoymamışam. Hələ isti-istidir də, hiss eləmir. Hələ də isti-istidir bilməmişəm, özümü də o yerə qoymadım. Əlimi deyil, belə atdım ki, avtomatımı götürəm, avtomatın da lüləyi o qədər qızıb ki, deyil, elə bildim məni tok vurdu. Onda deyil, sapsim ayırdım. Gördüm ki, heç kim yoxdur həndəvərində. Gördüm ki, təmə təkciyəm. Nəysə, yuxarıya xəbər gedər ki, burada belə bir vəziyyət alınıb. Bir səfər yuxarıdan bunlara həm də kömək gələndən sonra daha hissatdan gözüm görmədi da heç nə. Bircə onu bildim ki, ağacın dibində çöktüm. Bu deməli 2013-cü ildə 2013-də yaralanmışdı. O qisas, o hiss ondan baş verib. Əmri bu əsgərlikdən gələndə deyir ki, mən qayıdacağam. Tək övladınızdır. Bax, nə tər deyim, mən yoldaşımın ikinci həyat yoldaşıyam. Onun yoldaşı rəhmətə getmişdi. Ondan 2 oğlan qalmışdı. Onları evləndirmişik. Hərənin evi ayrı, eşiyi ayrıdır, ailəlidir. Hər ikisi də ailəlidir. Aman zaman həyatda bircə dənə. Hərdə tək bircə dənə. Bax, bircə dənə. Ondan sonra... Ana, indi kimdən yaşayırsınız? İndi yoldaşım var. İkiniz siz? İkimizik burada. Yenə deyirəm, deyil, uşaqların hərəsinin özünün ailəsi var, hərəsinin öyü var, eşiyi var. O hərbi xidmətdən gələndən... O dedi ki, mən oraya qayıtmalıyım, qayıdacağım. Mənim orada hayfım var. Mən o hayfı onlara vermərəm axı. Yaralandığımın heyfini çıxacaq. Mən onu onlardan çıxacağım. Aprel döyüşləri oldu. Getdi 3 gün qaldı vankomatda. Dedilər ki, yəni hələ zad yoxdur, ehtiyac yoxdur kənara. Qayıtdı, gəldi. Hələ ömrü boyu deyirdi ki, ay Allah Taala, gör biz nə günə qalmışıq ki, bir sıxma erməninin əlində biz belə güclük qalmışıq da, çıxış yolumuz yoxdur. Danışırdı bunlar. Danışır. Hər qisas hissi ilə. Deyir ki, ay Allah Taala, biz nə millətik? Belə deyirdi. Bax, belə də deyirdi. Yəni əmri gözləyir. Əmri də gözləyirəm. Deyirdi ki, həmişə deyir, ay Allah, bizim müharibə olaydı. Bu müharibə belə də deyirdi. Belə də deyirdi, Allah, bizim müharibə tez başlaydı. Neçə şəhiddən dilindən eşitmişik ya, bax bu sözü. Ordumuzun əksəriyyəti Ali Baş Komandanın hər zaman, illərdir, hər zaman əmrin gözləyiblər ki, əmr bir dənə olsun. Əmr. Biz özümüz hamımız öyle. Deyirik ki, ay Allah, müharibə nə vaxt başlayacaq? Biz indi çox adam deyirdik ki, ay o aldı eləməsin. Bəziləri də indi qorxurdular, ehtiyat edirlər ki, evlatlarını itirməmək. Təbii ki, müharibə faciədir, müharibə evlərə böyük bir dəhşət gətirir. Ancaq çox insanlar hamısı deyir ki, döyüşçülər, döyüşmək ruhunda böyüyən, qanı türk olan
Azərbaycan xalqı həmişə qeyrətli olanlar deyib ki, ay Allah, bu döyüş nə zaman başlayacaq ki? Ya, hər zaman, yəni bizdə evdə kiçikdən böyüyə hər kəs döyüş arzulayır ki, döyüş başlasaydı bir gücümüzü sınayardıq, göstərdik. Biz də gedir və həqiqətən də döyüş başladı və Azərbaycan xalqı bir xalq olaraq təkcə mənfur düşmənlərimizə deyil, bizi istəyən, istəməyən, sevən, sevməyən, bizə dost kimi görünüb, arxada digər işlər çevirənlərin hər birinə göstərdi ki, xalq nəyə qadirdir. Bəli. Bunu biz demirik ya, şəhidimiz anası Mən deyir. onun dilindən çıxanı deyirəm. Allaha and olsun, mən o uşağın dilindən çıxanı deyirəm ki, bircə müharibə başlasaydı, bu müharibə niyə olmur? Biz bir çıxma erməninin əlində bükülüb qalmışıq. O Xocalı hadisəsini hər o televizorda görəndə bəlkə o özünə yer tapırdı. Allah sən saxla deyir. Bir belə mənfurluq olar, bir belə vəhşilik olar, bir qan içənlik ola bilməz. Biz də gözümüzü döyüb baxırıq ki, ermənidir də biz erməninin gənclərində tərpənə bilmirik. Onun ilə də o həmişə o qisas hissi ilə yaşadı. Və qələbəni bizə gətirdi. Qələbəni də bizə gətirdi, yaşatdı, həmişə də deyirdi ki, bilmirəm. Gəldi buradan, 2 dənə onun yoldaşı çağırıldı. Bir gecədə ondan onun xəbəri olmadı, təlim adı ilə də. Yəni ki, uşaqlar təlimə gedir. Göyçay şəhərdə yoxsa kənddə? Biri burada qoşudadırlar, qoşudaydılar. Bundan bunun xəbəri yox. Səhər açıldı, fəhlə uşaq idi də yeşik yığmağa gedirdi. Gedir orada uşaqlar buna zəng eləyər, onun səsini tapsam telefonda, hələ də uşaqlarla onun səsi danışır, o telefondadır. Ay, nə tər, hara geyirsiniz, deyiblər ki, Bəşar Qazi, Biribədə, Şəmsdən. Biz gedirik, Hazırlığa. bizə təlimə çağırdılar. Ay Seyran, ay Cavidan, hansı tərəfə gedir, elə Cavidan özü buradadır. Aha, hardadır Cavidan? İndi bura Baxın, onun dilindən də eşitmək istəyirəm bunu. Hara gedirsiniz, deyibdi ki, bilmirəm, da tuşumuz bilinmir, amma təlimə gedir. Görüb deyib ki, ay siz nə qanırsınız? Sizin adınız əskəri yoxdur, siz əskərlikdən nə görmüsünüz? Seyran, sən deyib oradan nə qayırsın? Yoxsa sən deyib nə qayırsın? Sən silahdan başın çıxır. Mən bilirəm də oradan Mən getməliyəm. Mən getməliyəm, siz qaydın da var. Çoxlar deyir ki, sən lazım olsaydın, səni çağırardılar da. Şəhid atası. Salam əleykum. Salam əleykum. Gəlmə, gəl. Salam əleykum. Xoş gördük sizi. Xoş gördük sizi. Xoş gördük sizi əziz qardaşım. Oğlunuzun qəhrəmanlığından ana danışır, bayaqdan qulaq asırıq bizdə. Mən getməli idim. Uşaqlar deyib ki, sən lazım deyirsən da, yağın ki, sən lazım olsaydın, sən gedərdin. Heç görsən, sən itirib axtaran yox. Neynirlər ey səni? Bu da onlarla biraz dalaşır, deyir ki, zərər yoxdur. İndi siz gedin, sonra mən gələcəm. Görün, gəlmək nə tər olur. Qələbəni görün kim çalacaq. Görün, gəlmək nə tər olur. Elə oradan yeşiyim qoyar, gedər bankomata. Bankomatda biraz dalaşar. Məni də aparın. Mən niyə qıraqda qalmışam? Uşaqlar deyir, gəl, gördüklərindən danışacaq. Elə dediyin deyirəm. Mən də ağzım qarib olan ağzına baxacam. Görüm, bunlar mən oradan nə danışır. Oradan kağızını yazdırıb, gəlib evə. Könüllü? Sırf könüllü. Hərbi xidmətdə olanda o Lələtəpə ilə üzbəyizdə olmuşdu. O 2 dəfə orada yaralanmışdı. Kontrrazvedka ilə üzbəyiz gəlmişdi ermənilərlə. O həmişə deyirdi ki, bu müharibə başlasaydı, mən onlardan geyib qisasım alardım. Yəni O 2013-cü ildə yaralandığının qısasını istəyir. ürəkli idi belə. Elə bildən ki, bu müharibə Allah kimi deyir. Bu adamın da mən gedəndə dedim ki, oğul getmə, cinə, sən müharibə nə olduğunu bilmirsən. Müharibə ağır şeydir. Dedi, yox, mən gedib qisasımı alacağam. Gedib komissarla danışıb ki, belə. Mən də gedim. Orada bələdiyyəmiz, bizim Kənd sədrimiz adımız orada olub. Buna deyiblər ki, abala sən bir dənəsən, qoy sən rezervə yazaq. Sonra gedərsən də, yəni olsa. Yox, mən gedəcəm. Gedəndə elə gedir ki, elə bir bunu toya çağırırlar. Gəldi evdən getdi. Hə. Görüşdü sizlə. Belə görüşdü də, Bankomatın qabağında mən onu tapa bilmədim. O nə tər uçdu getdisə, o mənlə görüşmədi. Bir də maşının içində gördüm ki, əl eləyir qazeldə. Nədə? Primusda. Yəni heç sizlə də görüşmədi. Belə Ancaq mənim bu qoşuma bayını bilet şəxsiyyətim verib ki, bunu verərsən papama. Onu da
getdi. Arada əlaqə saxlayırdım ondan. Deyirdim ki, oğul hardasan? Deyirdi ki, papamı mən deyə bilmərəm. Çünki bu məxfidir. Deyirdim ki, abala, özü qorucuna. Bizi boynu bükük, gözümüzü yolda qoyma. O, həmişə bir cavab vardı. Deyirdi, papa, mən bura özümü qorumaya gəlməmişim. Vətəni qorumaya gəlmişim. Mənim hindi dedi, yanımda 8 dənə şəhid var. Mən onlardan artıq deyirəm. Əgər deyir, mən şəhid olsam, mənə görə ağlamayın, fəxr edeyim. Onu da deyib sizə. Evin kirişyasına çıxırdım, zorla tuturdum mən dalğanı. Orada biraz sit az idi, gələnmirdi, çox çətinliklə tuturdum. O Füzulini, su qoşanı çəkdi. Bunun 27 yaşı var idi. Bizim könüllülər özləri birləşib, özləri bölük qayırmışlar, özlərinə bölük, yəni könüllülər bölüyü. Döyüşdə olmuş uşaqlardır, yəni cəbhə bölgəsində. Yəni fərasətli uşaqlar idi, yəni döyüşdən. Bu onun özünün deyirdi ki, o avtomatdan, pulemyotdan, granatomyotdan, snayperdən hamısından başı çıxırdı silahları. Burada özün avtomatın həmişə ağa bükürdü. Ağ parçaya. O an soruşurdu ki, komanda deyirdi, məndən soruşdum ki, sən niyəsən bunu? Dedi, toz qonmasın. Avtomata. Hə. Onu da qoruyurmuş, silahını da qoruyurmuş. Hə. Vətəni qoruduqları kimi, həqiqətən bax bu oğullar bizim hər biri qürur yerimizdir, əziz tamaşaçılarımız. Bu evdə, bu ocaqda evin tək yeganə bir övladı böyüyüb. Bax bu ananın, bu atanın gözünün ağı qarası tək övladı. Azərbaycanımızın bir çox rayonlarında, bir çox kəndlərində şəhidlərimiz var ki, evin yeganə tək övladıdır. Yəni evin bir yanan çırağıdır. Onlar getdilər, şəhid oldular, o evin çırağını söndürdülər. Amma onlar getdilər Qarabağda evlərdə çıraq yandırdılar. Bəli, düzdür. Yenə deyirəm, Allah hər birinin məkanını cənnət eləsin, ruhlarını şad eləsin. Yanan çıraqlar, açılan səhərlər onların sayəsindədir. Yenə hər bir şəhidin qarşısında baş əyirəm. Biz də sizin qarşınızda baş əyirik. Sizin kimi qəhrəman anaların, qəhrəman ataların qarşısında baş əyirik. Ata biraz öncə dedi ki, bax getdi deyir, bizim belimizi bükdü, amma Azərbaycanın qamətini dik saxladı. Bax bu bayraqlarımızı qaldırdı. Bayraqlarımızı Qarabağa sancdı. Bayraqlarımız Şuşada, Xankəndində onların sayəsində. Şəmistan kimi, Qüdrət kimi oğullarımızın, Vidadi kimi oğullarımızın, sonra kim var burada? İntiqam kimi oğullarımızın. Var. Rəhim. Var, cəmi şəhidlər. Cəmi şəhidlərimizin sayəsində bax bu bayraqlarımız bizim cəmi Qarabağımızda dalğalandı. Ata, bilmirəm sizə tamaşaçılarımız adında nə deyim, necə təşəkkür eləyim, necə minnətdarlıq eləyim. Təkcə sizə yox, əziz tamaşaçılarımız, burada bax bu dayanan insanların hər biri qəhrəman şəhidlərimizin doğmalarıdır, yaxınlarıdır, bizim vüqar yerimizdilər, bizim iftixarımızdılar. Biz bu qapılara gələndə təkcə elə bil mən öz komandamızla, düzdürmü Müşfiq müəllim, birlikdə gəlmir. Biz bütün Azərbaycanı gətiririk bura və nə deyiriksə bütün Azərbaycan adından deyirik. Yenə də tamaşaçılarımız adından deyirik. Qarşınızda baş əyirik. Əlinizdən öpürük. Əlinizdən yox, əlinizdən, ayağınızdan öpürük. Bu 30 il boyunca gözlədiyimiz o günü, o qələbə gününü sizin övladlarınız bizə yaşatdılar. Sizi seçmədilər, ata. Bax, deyirsiniz ki, belimi bükdü, getdi. Sizi seçmədi, vətəni seçdi, Azərbaycanı seçdi. Elədir. O, hətta mən gedəndə dedim ki, getmə genə. Müharibə ağır şeydir. O, sən bilmirsən nədir. Mən özüm əskərlik dövründə 3 ay 18 gün Əfqanistanda Farad şəhərində döyüşmüşəm. Döyüşməmişəm, elə belə silah keçirtmişəm. SSV idi, bir sekretin sapyorna vayska.
orada mən bilirdim ki, orada müharibə ağır şey. Bu da deyirdi papam, bəs 30 ildir baş aşağı gəzirsiniz. Məğlub olmuş, utancaq gəzirsiniz. Biz sizin eləyə bilmədiyinizi eləyəcəyik. Bunu da deyirdi sizə. Hə. Elə həqiqətən də etdilər. Eləyə bilmədiyinizi deməyək, biz deyək ki, 1-ci Qarabağ müharibəsindəki qəhrəman oğullarımızın yarımçıq qoyduğu işi tamamladılar. Çünki 1-ci Qarabağ müharibəsində də bizim oğullarımız, bəli, çox böyük şücaət göstərdilər. Bütün rayonlarımızdan canı ilə, qanı ilə döyüşən oğullarımız oldu. Hələ bizim deyək ki, ordu quruculuğumuz tamamlanmamışdı, ordumuz tam deyil idi. Əskərimiz istədiyi ərzaqla, silah-sursatla təmin oluna bilmirdi. Ona baxmayaraq qeyrətlə döyüşürdülər. Allah sizi var etsin. Bugün bizi evinizdə qəbul elədiniz. Bugün biz Göyçaydaydıq, əziz tamaşaçılarımız. Qəhrəman şəhidlərimizin evlərini ziyarət edirik analarla, atalarla bərabər və mütləq şəkildə dedik ki, Şəmistanın ocağına getməliyik. Biz buradayıq. Bura, bax bu şəhid evləri bizim üçün Kəbədir. Bu şəhid evləri bizim üçün ziyarətgahdır. Ən müqəddəs yerdir. Biz bura gələndə ürəyimiz rahatlıq tapır. Çünki bilirəm ki, bu dəqiqə bizim şəhid oğullarımız ki, adlarını çəkdik, hamısının ruhu bizim başımızın üstündədir. Əlavədə 3 dənə 1-ci Qarabağ şəhidimiz var. Yəni cığır açanlar, izi açanlar, o dövrün çətinliyi ilə qələbə yoluna çıxanlar, silah yox, sursat yox, texnika yox, yalın əllə. Yəni indiki zamandan, o keçmiş zamanı da müqayisə eləmək olmaz. Çünki onda hər şey çətin idi. Hər dəfə biz Azərbaycanın rayonlarına, şəhid ailələrinin ziyarətinə gedəndə hansı kənddən keçiriksə o kəndin igidləri, yeniyetmələri bizə qoşulurlar. Deyirlər biz də bayraqdar olmaq istəyirik. Bax indi də bu kəndə gəldik. Kəndin adını bir də deyin. Qaraxıdır kəndində gördük ki, bax bu igidlər bizimlə bərabər əllərində bayraq, şəhidin evini, ailəsini ziyarət etmək istəyirlər. Özünüzü təqdim edin. Mən Zülfüqarov Manaf Teymuroğlu, Zülfüqarov adında Qaraxıdır Tam Orta Məktəbinin 10-cu sinif şagirdi. Zülfüqarov şəhiddir. 1-ci Qarabağ müharibəsində. 1-ci Qarabağ şəhidlərindən ən birinci şəhidimiz Zülfüqarovdur. 1-ci Qarabağda. İndi kəndimizin məktəbi də o Zülfüqarovun adını daşıyır. Uşaqlar da həmən məktəbin tələbələr oxuyub da. Bəli, mənim oğlum da o məktəbdə oxuyub. Şəmistanı. Hətta o nətər deyək, tarixi çox sevirdi. Belə vətənpərvər idi. Daima vətənpərvərlik ruhunda rəsmlər çəkirdi, şeirlər yazırdı Şəmistan. Atasından deyirlər keçib ona şeir yazmaq. Atasından da keçər, özü də çox vətənpərvər ruhlu uşaq idi. Bunun da səbəbkarı özüm olmuşam. Siz? Bəli, məndən sonra məktəb. Sizdən sonra məktəb. Demək ki, mənim tamaşaçılara hər zaman dediyim söz öz yerini, düzgün yerini tapır. Çünki mən deyirəm ki, bu vətənpərvərliyi birinci analar, atalar, sonra da müəllimlər öyrədib. Nəyə qoymayan da deyir ki, ay mənim adımı sən qoymusan. Gör mənim adımı hardan götürmüsən? Sən Şəmistan Əlzamanlı. İndi familiyamız burada biraz dəyişiklik gedir. Əlzamanlı Əzduf. Sən mənim adımı oradan götürmüsən. İndi sən mənim yolumu niyə kəsirsən? Deməli, o Şəmistan Əlizamanlının 1-ci Qarabağ müharibəsi dönəmində oxuduğu o mahnılar, əskərləri, belə deyim də, ruhlandırma, vətənpərvərlik ruhlu mahnılar hər zaman öz sözünü deyir əziz tamaşaçılarımız. Özünü təqdim et. Zülfüqarov Cəlal Qorxmazoğlu. Mən də Zülfüqarov adına Qaraxıdır Tam Orta Məktəbində təhsil alıram. 10-cu sinif şagirdiyəm. Azərbaycanın üstünü bir də Qarabolu dalarsa, torpaqlarımıza bir yağı əli uzanarsa, ilk həmlədə nə etmək lazımdır? Özümüz gedib orada döyüşərik. Sən sizə. Bəli, özümüzü, yəni canımızdan keçməyə hər zaman hazırıq. Allah sizi qorusun. Çox. Allah sizi qorusun, heç vaxt müharibə olmasın. Şəmistan kimi oğullar canlarından keçdilər ki, bir də Azərbaycan müharibə görməsin. Mən sizi də tanımaq istəyirəm. Mən Zinhar Bəbişov, gənc şəhidsever. Demək olar ki, 5 ilə yaxındır ki, Balilərin yanındayım. Balilərin, bəli. Bizim əziyyətimizi çəkir dayanmadan. Bəli, işdir. 5 il əvvəl neçə yaşı vardı? 16. 15-16 yaşında. Oxuduğum dönəmdən Balilərin yanındayım. Mən özüm də şəhid ailəsiyəm. Mənim əmim Bəbişov Seymur Zinharoğlu 1-ci Qarabağ müharibəsində 94-cü ildə mart ayının 6-sında Murovdağ istiqamətinə gedən döyüşlərdə itkin düşmüşdür. Heç hələ tapılmayıb, bəli.
Amma bu gün kişini bu oğullarımızın, bu igid oğullarımızın sayəsində torpaqlar işğaldan azad olundu və itkin düşən şəhidlərimiz silsilə tapılır və indiyə qədər 187 şəhidimiz tapılıb öz doğma yurtlarında, doğma vətənlərində dəfn edilib. İnşallah ki sizin şəhidinizdən də, daha doğrusu bizim şəhidimizdən də bir xəbər gələr. Var olun, sağ olun və Azərbaycan yeniyetmələrinə də bu yaraşır. Gördünüz nə dedi əziz tamaşaçılarımız? Mən şəhid sevərəm. Şəhid sevər olmağınızı bax bu bayraqlarla sübut etdiniz. İndi gəlin sizinlə bərabər əziz şəhid sevərlər gedək şəhid anasının bir stəkan çayını çək. Gedək.